Toy kərvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qeydə aldığı bu qəza real mənzərəni əks etdirir. Toy kərvanlarında baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarına əməl olunmamasıdır. Sürücülər bir-birinə çox yaxın məsafədə hərəkət edir. Tez-tez, yersiz, qəfil əyləcilər verilir. Bu hallar digər avtomobillər üçün təhlükə yaradır və nəticədə zəncirvari qəza baş verir. Ekspertlərin fikrincə, şəhər şəraitində xüsusilə hərəkətin çox olduğu yerlərdə belə davranışlar riski daha da artırır. Yolun axıcılıq qabiliyyəti azalır, digər sürücülər nə baş verdiyini anlamağa macal belə tapmırlar. Avtomobillərin sıx şəkildə hərəkəti ilə bütün zolaqları tutması, həddən artıq asta sürətlə hərəkət etməsi, lüzumsuz yerə davamlı siqnalların verilməsi, piyadaların belə təhlükəsizliyinin risk altına atılması ilə nəticələnir. Saydığımız qayda pozuntuları yol nəqliyyat hadisəsinə birbaşa təsir göstərən amillərdir. Bu kimi halların baş verməməsi üçün isə Dövlət Yol Polisi belə sürücülərə qarşı nəzarəti gücləndirməlidir. Toy kərvanlarında nəqliyyat vasitələrinin sayı minimuma endirilməlidir. Digər hərəkət iştirakçılarına mane olmamalıdırlar. Vətəndaşlar artıq qəbul etməlidir ki, bu şou yox, sosial məsuliyyətdir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy kərvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik deyirlər. Əksinə, bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz hadisələrə yol verməməlidirlər. Xoş gün bədbəxtliklə nəticələnməməlidir. Nəzərə almaq lazımdır ki, toy kərvanlarında nəqliyyat vasitələrinin sayının minimuma salınması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlanması, optimal sürət seçilməsi, sərxoş və hüquqsuz şəxslərə qətiyyən avtomobil etibar edilməməsi, tədbirin təhlükəsiz başlaması və başa çatması üçün başlıca şərtdir. Eyni zamanda toy sahibləri də qonaqlarına nəqliyyatın təhlükəsiz idarə olunması barədə xatırlatmalar etməli, hər bir sürücü isə həm özünün, həm də digərlərinin həyatını riskə atan davranışlardan çəkinməlidir. Bir sözlə toy kərvanlarında məsuliyyətsiz sürücülük ciddi təhlükələr yaradır. Bir anlıq sevinc üçün çoxsaylı insan həyatını riskə atmaq düzgün deyil.